Herkese salam. Bugün Azərbaycan mətbəxinin ən qədim yeməklərindən olan düşbərə hazırlayırıq. Xəmiri üçün un, duz, bir yumurta və sudan istifadə etdim. Ərzaqların hamısını qaba əlavə etdikdən sonra ələ yapışmayan və çox da bərk olmayan bir xəmir yoğurmağa başladım. Və xəmirim hazırdır. Düşbərənin ətini hazırlayana qədər xəmiri kənarda gözlədirəm. Düşbərənin içliyi üçün yağlı ətdən, quzu ətindən, quyruqdan və biraz dana ətindən istifadə etdim. Əlavə olaraq soğan, duz, istiot, quru nanə istifadə etdim. Bunları da qarışdırdım, yaxşıca yoğurdum. Mən buzluq içində saxlayacağım üçün xəmiri biraz əlavə etdim, həmçinin əti də. Və xəmiri 2 hissəyə bölürəm və açmağa başlayıram. Çox da nazik olmayan belə bir yuxa əldə etdik və bunu videodakı şəkildə kəsməyə başladım. Hazırladığım ətdən üzərinə əlavə edib bükməyə başladım. Bükmə forması hər kəsdə başqa cür ola bilər, amma mənim üçün ən rahat gələn forma bu formadır. İsə keçək suyunun hazırlanmasına. Suyu üçün əvvəllər soğança, pomidor və s. istifadə edirdim. Artıq indi sadəcə suyu qaynadıram. Üzərinə yağ əlavə edirəm, sarı kök əlavə edirəm, bulyon əlavə edirəm, duz, pul biber və bunları qaynadıqdan sonra düşbərələri əlavə edirəm. Pişdikdən sonra isə üstünə quru nənə əlavə edib servis edirəm.
Və bu qədər hazırdır. Videolarımı bəyənməyi, kanala abunə olmağı unutmayın. Və yerdə qalan düşbərələrimi də bu şəkildə soyuduca saxlayıram. Sağ olun, salamat qalın.